Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz ədəbiyyatdan Səməd Vurğunun Vaqif piyesidir. Səməd Vurğun Vaqif piyesini 1937-ci ildə yazmışdır və mənzum dram janrındadır. İştirak edənlər: Vaqif, 18-ci əsrin məşhur Azərbaycan şairi; Ağa Məhəmməd Şah Qacar, İran hökmdarı; Vidadi, Vaqifin müasiri və yaxın şair dostu; İbrahim xan Qarabağ xanı; Eldar, xanlıq zülmü və Qacar basqını əleyhinə üsyan qaldırmış kəndlərin başçısı; Kürd Musa Arşaq Eldarın dəstəsindən; Xuraman, Vaqifin arvadı; Əli bəy Vaqifin oğlu; Gülnar, Əli bəyin sevgilisi; Əminə, Gülnarın anası; Tükazban, Vidadinin arvadı; Vəzir, Qacarın vəziri; Təlxək, İbrahim xanın təlxəyi; Şaliko, Tamara, Kiçik Gürcü, Qacar tərəfindən əsir alınmış gürcülər; Şeyxalı, Qarabağ şeyxi; İlyas, Eldarın dəstəsinə soxulmuş casus; Sərkərdə, Qacar qoşunlarının sərkərdəsi; Zülfüqar, Teymur, Qacarın əleyhdarlarından; Əhməd kişi, Qurban kişi, kəndlilər; Qasım, Murad, çobanlar; kəndlilər, qaçaqlar, əskərlər, elçilər. Birinci şəklin qısa məzmunu. Vidadinin namaz üstündəki sözlərindən, arvadı Tükəzbanla söhbətindən zamanədən narazı olduğu aydın duyulur. Cavad xanın elçiləri Vidadini saraya dəvət edirlər. O dəvəti qəbul etmir. Qarabağ xanının sarayında yaşayan Vaqif gözlənilmədən gəlir. İki dost səmimi görüşür. Vaqif kəndlərlə mehriban söhbət edir. Hiss olunur ki, Vaqifin ürəyi xalqın yanındadır. Vaqif gəlişinin səbəbini açıb söyləyir. O Vidadini, Tükəzbanı Əli bəyin toyuna dəvət edir. Vidadi dəvəti qəbul edir. İkinci şəkil. Şuşa qalası, Xan sarayı, Vaqifin evi, toy məclisi, oyun. İbrahim xan yanında və adamları ilə gəlir. Hamı qalxıb xana baş əyir. İbrahim xan: çox gözəl, Vaqifi çağırın görək, bəy öz toyunda oynasın gərək. Əli bəy oynayır. İbrahim xan: vəzir, xeyir işiniz xeyli mübarək, ağ günlərə çıxsın sizin Əli bəy, ancaq çıxarmasın bizi yadından. Vaqif: görək bu növrağı, pozmasa zaman. İbrahim xan: yenə də şikayət, gəl inan ki sən, nə qədər mən sağam, keyf edəcəksən. Eşikdə tüfəng atılır və ura səsləri ucalır, gəlini gətirirlər. Yencə, anam, bacım, qız gəlin, əli ayağı düz gəlin. 7 oğul istərəm, bircə dənə qız gəlin. Vaqif: a qızım, Vaqif deməli, a qızım, üzündən götür duvağı, qoy açıq görünsün ayın qabağı. Açıq yaşamışdır bizim nənələr, kəfəndir abalam, sərab pərdələr. Hamıda heyrət, həyəcan görünür. Gəlini o biri otağa aparırlar. Bu arada Eldar çiynində bir quzu içəri daxil olur. Vaqif: of dostum, qardaşım, xoş buyurmusan. Səndə dağ havası duyuram, inan. Sizdən ayrılmayır könlümün quşu, ellərdə görürəm hər qurtuluşu. Eldar: möhtərəm şairə salamlar olsun, bu dünya durduqca o da var olsun. İbrahim xan ətrafa: aha, heç saymayır bu hərif bizi, görünür dadmamış qüvvətimizi. Şeyx İbrahim xanın qulağına: bir bax, gözlərinə baxışı qandır, kənddə qarışıqlıq sananlardandır. İbrahim xan: vəzir, çoban çoluq məclisidir bu. Vaqif: düzü gözləməzdim heç sizdən bunu. İbrahim xan: necə gözləməzdin, lap yersiz, nahaq, qoy bir başa keçsin çiynində çomaq. Vaqif: əziz qonağımdır, dostumdur Eldar. İbrahim xan: xanın hüzurunda nə ölümü var? Vaqif: bu mənim evimdir. Siz qonaqsınız, qonağı sevərlər, lap nahaqsınız. İbrahim xan: qonağa bir bax, hər yoldan ötəni bir başa çıxardar. Onun görkəmindən iyrənməyin siz. Bir kənli babadır, vicdanı təmiz. Dilindən düşməyir gözəl nağıllar, ən böyük ürəklər, yetkin ağıllar. Ellər dünyasında yetişir bilin, namusu vicdanı təmizdir elin. İbrahim xan: doğrusu yorulub bezikmədəsən, elə durub ellər deməkdən. Eldar Vaqifə: canım dalaşmayın, mən gedim. Vaqif: dayan, başqadır könlümdə gülən xanimam. İbrahim xan: geçsin gəlməsini ayaqlamağa. Gərməsini, yəni burada kərmə mənasında işlənib. Geçsin kərməsini ayaqlamağa. Buyruq sizindir, möhtərəm ağa.
Ancaq olmasaydı kasıb kədlər bunca qudurtmazdı sizi sümüzər. Eldar məclisi tərk edir. Onu tutmaq istəyirlər adamlar arasında ixtişaş düşür. İbrahim qoymayın, tez olun tutun Eldarı. Ona da göstərin daş zindanları. Qudurtdun bunlara doğrudan da sən. Bəlkə də özün sən ona dil verən. Vaqif, xeyr, yanıldınız. Ona dil verən, göz ilə dünyada alovlar görən Kəndistan yeridir. Bəli, Kəndistan. Bəzən Tanrıya dağ olur insan. İbrahim xan qəzəblə çıxarır. Yaxşı danışarı, toy adamları dağılır. Vaqif gəzilir, Vidadi heyrətdədir. Bu da haqqı salam, bu da duz çörək. Dünyada dərd varmı mənim dərdim tək? Bu xan ilanmış, saray yuvası, zəhrimar qoxuyur onun havası. Vidadi, Vaqif, sabah məni yola sal gedim. Torbaq evciyimi ziyarət edim. Oradadır dünyanın zövqü, ləzzəti. Sən də öz boynundan at bu minnəti. Kəndimizə qayıt. Yox, qayıtmaram. İş ki belə düşdü, meydanda varam. Əl çək bu tərslikdən, qulaq as mənə. Və Vaqif, ölsəm də ölməyim, xoşdur mərdanə. Vidadi, sən öz dediyindən dönməyəcəksən, səni yalqız qoyub gedənmərəm mən, Əli bəy. Ata, həbs etdilər yazıq Eldarı, Vaqif mənalı. İnsan çıxacaq daş zindanları, zəncirsiz, zindansız günlər gələcək, bizə təsəllidir, böyük gələcək. Əli bəy, bəs Eldar nə olsun, Vaqif, heç nə dərdi var, Vaqif ölməmişdir, onu qurtarar. Vaqif qolunu oğlunun boynuna dolayaraq, oğlum, xeyr işin olsun mübarək, dünyanın keyfini, ləzzətini çək. Mənim də ürəyim hələ cavandır, yaşayır bir təhər, bu da zamandır. Vaqif Əli bəyin alnından, Əli bəy də Vaqifin əlindən öpür. O yerəcə də Vidadi ilə öpüşüb gedir. Vidadi, ağıllı baladır, Allah saxlasın. Vaqif, könlümdə dünyanın min sirri vardır. Ah, duyan, düşünən, nə bəxtiyardır. Dəryalar üstündə süzən sonalar. Siz ey göğüzündə uçan durnalar, deyin, xoşbəxtənmi? Xuraman gəlir. Kişi, bu nə işdir? Küsüb getdi xan. Vaqif, qoy küsün özünün qanacağından və Vaqif gedir. Xuraman səhnədə tək qalır. Bir el ağası idi əvvəlki ərim, öz qapım, öz evim, öz nökərlərim. Hamısı qulluğumda hazır durardı. Rəhmətli gündə bir məclis qurardı. Buna da böyük vəzir dedilər. Başımı, beynimi ovub yedilər. İnandım, dedim ki, nə xəyalı var. Yəqin ki, bunun da öz cəlalı var. Bu ki, qolduqlarda gəzib dolanır. Çox vaxtda su kimi rəngi bulanır. Elə dərd tökülür qaş qabağından. Amma çox razıyam qanacağından. Şairdir. Görünür düz ilqarı var. Nə gözəl, nə şirin kəlamları var. Bundan da bir də mənə kar aşmaz. Vaqif gəlir. Nə var? Vaqif deyir. Nə var? Fikirdəsən. Sən ey sərvinaz. Amandır. Örtməsin. Ey nazlı nigar. O ay camalını qara buludlar. Xuraman. Niyə nə dərdim var? Allaha şükür. Hara baxıramsa xeyir görünür. Vaqif. Yox, sənin səsində bir titrəyiş var. Gəl məndən gizləmə, aç söylə aşkar. Xuraman. Heç. Biraz incidir məni bu qürbət. Vaqif. Yox, bu da olmadı. Düz danış, afət. Yalan yaraşmayır gül dodaqlara. Xuraman. Bu yaxşı, nə deyim mən bəxti qara? Vaqif. Aha. Bundan danış, danış görüm sən, niyə öz bəxtinə qara deyirsən? Xuraman, deyirlər ki, sən, Vaqif, nə təzə xəbər? Xuraman, nə bilim, doğrusu, Vaqif, danış. Xuraman, Xuraman deyir. Deyirlər səni vəzirlikdən qovlayacaq xan, Vaqif. Ha, bəs elə bu, Xuraman, bəli, Vaqif. Xuraman, gör nəyin xəyalındasan. Qəfəsdə quş kimi yaşayıram mən. Nə sənin gördüyün bu saray, bu yurt, nə dişlərində qan donan o qurt. Bu tərlan könlümü ovlaya bilməz. Dərdin elə bu sağlaq arxayın gəz. Xuraman, bəs səni, Vaqif, nə çıxarsalar, necə dolanarıq, Xuraman, necə dolanarıq, dilənçilər tək. Vaqif, bizə qəhət olmaz bir parça çörək, qorxma, bəxtinə də söyləmə qara. Kaş ki düşməyəydim bu saraylara, yanıldım doğrusu, uyub aldandım. Başqadır könlümdə mənim ilk andım. Xuraman, elə şirin danışmağım var. Başqa otağa keçir. Vaqif, yox, sərraf gözüdür mənim bu gözüm. Yox, özüm tutduğuma heyranam özüm. Gözüm su içməyir heç Xuramandan, onu başqa ruhda böyüdüb zaman. Deyəsən şöhrəti çox sevir qadın.
ah mənsəb, ah şöhrət yaranmasaydı. İkinci pərdə, üçüncü və dördüncü şəkillərin qısa məzmunu. İbrahim xan qonşu dövlətlərin təzyiqlərindən narahatdır. Vaqifdən məsləhət almaq istəyən xan ondan məzəmmət eşidir. Vəzir xanı zalımlıqda, xalqla ədalətsiz rəftar etməkdə günahlandırır. Vaqifin Qacara yazdığı sərt cavab məktubu göndərilir. Qızına başa çəkməyə gələn Əminəni Vaqifin evindəki mehribançılıq sevindirir. Xuraman isə başqa cür fikirləşir. Vaqifin fikirli, düşüncəli davranışı, var dövlətə biganə olması onu açmır. İbrahim xandan göstəriş alan qarı və şeyx Xuramanı Vaqifdən boşanaraq İbrahim xana ərə getməyə razı salır. Əhvalatdan xəbərdar olan Gülnar Xuramanın qərarını Vaqifə bildirir. Vaqif sarsılır, lakin Əli bəyin Xuramanı cəzalandırmasına icazə vermir. Üçüncü pərdə, 5-ci və 6-cı şəkillərin qısa məzmunu. Ordugahında Qarabağ xanından cavab gözləyən Ağa Məhəmməd Şah Qacarı Vaqifin yazdığı məktubun məzmunu hiddətləndirir. Şuşanın təslim edilməyəcəyini bilən Qacar qəzəbini soyutmaq üçün əsir Gürcü qardaşları bir-biri ilə vuruşmağa məcbur edir. Qarşılıqdan istifadə edən qapçı Gürcü əsirləri Tamaranın və qardaşlarının qaçmasına imkan yaradır. Onlar dağlarda məskən salan qaçaq Eldarın dəstəsinə rast gəlirlər. Eldar Gürcüləri hörmətlə qarşılayıb qonaq edir, sonra vətənlərinə yola salır. Əli bəy vasitəsilə Vaqifdən sifariş alan Eldar Qacarın qoşununa hücuma keçir. 7-ci şəkil. Dağlıqdır. Arxada şiddətli top səsləri, tüfəng səsləri eşidilir. Dağ arxasından Qacarın ordusu tərəfindən yandırılmış kəndin alovları göyə qalxır. Uzaqdan arvad-uşaq fəryadları eşidilir. Qacar yanan kəndin alovlarını dağ başından seyr edərək, yan-yan tərlanların yaşıl yuvası, ruhuma can verir ölüm havası, çıxsın asimana odlar, alovlar, göylərdən ot töksün yerə rüzgar, yan-yan kömür olsun hər qaya, hər dağ, baş əysin hökmümə bütün Qarabağ, mənim vicdanım da, qəlbim də qandır, dünya qan üstündə bir xanimandır. Vəzir Qacarın vəziri, buyruq sizinkidir, adil hökmda, sizdə fəzilət də, ədalət də var. Qapçı qaçaraq yaxınlaşaraq, şahım, bağışlayın hüzurunuza bir kəndi gəlmişdir, sözü var sizə. Qacar, de gəlsin. Qapçı, gəl ata, gəl budur Qacar. Qoca kəndi yaxınlaşır. Sizə bir sözüm var, böyük hökmdar. Mən bu yanan kəndin ağsaqqalıyam. Ellərin dərdindən biraz halıyam. Yanır od içində körpə uşaqlar. Bizim kəndlərin nə təqsiri var? Əmr edin, dayansın yanğınlar barı. Xaraba qoymayın bu obaları. Bu dağlar qoynunda aslan yatmışdır. Burada Koroğlular at oynatmışdır. Qacar hiddətlənərək qocanın səsini kəsir. Yaxşı, sus qoca köpək, kinayə elə. Burada Koroğlular at oynatmışdır. Qacar gedir. Qoca Qacarın arxasında, cəllat, bimürvət, indi qulaq as, Süleyman dünyası sənə də qalmaz. Qalxıb gedir, Qacar yenə qayıdır, qaya başında dayanır. Bu arada Qacarın sərkərdəsi tələsik gəlir, sərkərdə. Şahım, arxa cəbhə çox qorxuludur. Elə bir, doğrudan cahan yoludur. Eldarın dəstəsi gəlir irəli, qırır sərçə kimi bizimkiləri. Odur, yaxınlaşır, gizlənin barı, oralar çox bərkdir. Qacar, çəkin atları, bir bölük göndərin arxaya sarı, qabağı saxlasın, gizlənincə biz. Sərkərdə budur, buradadır ki, əskərlərimiz. Qapçı gəlir, qapçı, şahım, Qarabağın şeyxidir gələn. Qacar, de gəlsin. Şeyx, bir dəstə əyan ilə gəlir. Şeyx, ey şahım, ey fəxri vətən, sizin yolunuzu gözləyirdik biz. Sizə duacıdır nəsillərimiz. Buyurun, qapımız açıqdır sizə, yurdu tapşırırıq əllərinizə. Qacar, yaxşı, bəs nə oldu o İbrahim xan? Şeyx, siz arxayın olun İbrahim xandan. Bu gecə qaçmışdır o Dağıstana. Qacar, ha, qaçmışdır Kələbaşdana. Yaxşı, qoşul bizə, bizimlə get, bu vəhşi dağlarda bələdçilik et. Şeyx, buyurun, gedirlər. Bir bölük əskər danışa-danışa qabağa gəlir. Teymur, əlimiz, dişimiz, tüfəngimiz qan. Yorulub bezişmədik vuruşmalardan. Dünyada doymadı şahların gözü. Laf cana doymuşam bunlardan düzü. Əskər, dava meydanında bir əskərik biz. Nə desə hazırıq öz sərkərdəmiz. Sənlə danışırsan Teymur kinayə, bir əskərik biz. Yıxır evimizi öz əllərimiz. Axmaq, bu dediyin davalarda sən gülləyə rast gəlib it kimi ölsən, şahların keyfindən naz alacaq.
Əskər orduya pozğunluq gətirmə, sarsa, bizi qırıb tökür bir qaçaq Eldar. Teymur nə qədər qırsa da onun haqqı var, bu torpaq onundur. Əskər, aha, satqınsan, qılınc vuruşuna keçirlər. Əskərlər toplaşır, iki tərəf olub vuruşurlar. Bu halda Eldarın dəstəsi görünür, vuruşma gedir. Teymur və bir neçə əskər Eldar tərəfə keçirlər. Teymur, biz də sizinlə gəlin qardaşlar, Eldar and iç qılınca. Əskərlər qılınca and içirlər. Vuruşma davam edir. Qacarın əskərləri qaçmağa məcbur olur. İlyas arxadan Eldarı vurmaq istəyir. Tüfəng açılmır. İkinci dəfə atana qədər Kürd Musanın gülləsi onu yıxır. Eldar, bu nədir ay Musa? Kürd Musa, nə olacaq heyvan? Vurmaq istəyirdi səni arxadan. Eldar, yaxşı, durmayın, dayanmaq olmaz. Kürd Musa, tələsmə, gözləyib buradaca biraz. Arxada qalanlar gəlib çatsın. Bu arada Əli bəy bir neçə adamla tələsik gəlir. Əli bəy, ay hardasınız Eldar, ay Eldar, Eldar. Əli bəy, sən hardan tez ol bir danış. Əli bəy, Eldar, daha bizə ümid qalmamış. Çəkinin meşəyə, çəkinin Eldar, nahaq qırılmasın bizim adamlar. Eldar hissli. Əli bəy, nə olub? Bir danış, niyə? Sən nə danışırsan? Necə geriyə? Əli bəy, qaçdı tülkü kimi, qaçdı qabaqdan, qaçdı İbrahim xan, açıldı yollar. Bizə qəhqəh çəkib güləcək Qacar. Eldar, yox, basılmazdı. Vətən hələ bu dağlarda ölməmişəm mən. Durmayın, çəkinin tez meşələrə, bizim yuvamızdır bu dağ, bu dərə. Böyük bir qüvvətlə yenə gələrik, Qacarın üstünə biz də gülərik. Eldar gedir, adamları da onun arxasınca geri çəkinirlər. 8-ci şəkil. Qarabağ, Şuşa qalası, Xan sarayı, Qacarın keyf məclisi, məclisdəki əyanlar, bəylər iştirak edirlər. Qacar, keçdi pəncəmizə gözəl Qarabağ, öpsün qılıncımı hər qaya, hər dağ. Mən Qacar nəsliyəm, şahlar şahıyam. Mən də yer üzünün bir Allahıyam. Gərək biz qoymayıq daşı daş üstə. Atın, yığın leşi baş üstə. Vəzir, buyruq sizinkidir adil hökümdar. Sizdə fəzilət də, ədalət də var. Şeyx, ey böyük hökümdar, ey ulu Qacar, sizdəki qüvvətə baş əyir dağlar, biz də sayənizdə ömür sürüb bu fani aləmdə ağ gün görürük. Sizə kömək olsun böyük yaradan, bu müqəddəs kitab, müqəddəs Quran. Qacar, xanəndə kinayə ilə, belə deyirlər, ağladır yerissin Qarabağın xanəndələri. Hünəriniz varsa bir rast oxuyun, xanəndə oxuyur. Gözüm yollarda qalmışdır, xəbər yox Kür qırağından. Usanmaq bilmər könlüm yaşılbaş sırağından. Çəmənlər, yasəmənlər göz vurub min cilvə göstərsə, durar könlüm çıxar seyrə həyatın qəm otağından. Keçər aylar, keçər illər, yaz ey Vaqif, ömür azdır. Düşər bir gün laçın könlün şiir sənət marağından. Qacar, qəzəl Vaqifindir, bəli Vaqifin, şeyx deyir. Qacar, nə oldu? Onu tez tapıb gətirin. Sərkərdə baş əyib çıxır. Vəzir, bu doğrudan da böyük qüdrətdir. Hər sözü, söhbəti canlı sənətdir. Böyük təhlükədir bu şair bizə. Sən nə fikirdəsən, vəzir, nə deyim sizə? Buyruq sizinkidir adil hökümdar. Sizdə fəzilət də, ədalət də var. Şahım, təhlükədir Vaqif doğrudan. Onu gözünüzdən qoymayın bir an. Deyir, qanunlarda yoxdur həqiqət. Deyir ki, pərdədir bütün şəriət. Nədənsə el-oba çox sevir onu. Bilməyir bu qədər tərs olduğunu. Bir də bəş dostudur o qaçaq, Eldar sizin düşməniniz, bəli o murdar. Vaqif yaşadıqca qorxudur bizə, şair görünməsin gözlərinizə Qacar. Yazdığı cavabdan bilmişəm onu. Dayan sovraram göyə tozunu. Qoy gəlsin əylənib gülüşək biraz. Bizim dilimizi o bağlayanmaz. Vaqifi gətirirlər. Qacar heyrətlə. Aha, baş əyməyir huzurumda bu. Şey yoxdur vicdanında qanun qorxusu. Qacar, Vaqifə, şair hökümdarın huzurundasan. Vaqif, bunu sizsiz belə düşünürəm mən. Qacar, bəs baş əymədiniz. Vaqif, əymədim, bəli, əyilməz vicdanın böyük heykəli. Qılınclar toqquşub iş görən zaman, neynər dediyin quru bir vicdan. Vicdan dediklərin həqiqətdir. Həqiqətdir, beşiyi, məzarı, əbədiyyətdir. Bəs zindan necədir? Qaranlıq zindan. Vaqif, soyuq məzara da zinətdir insan. Qacar, yenə göylərdədir şair xəyalım. Vaqif, əzəldən hüdudu yoxdur kamalı. Qacar, aha, sınayırdım idrakınızı. Doğrudan da bir şair görürəm sizi.
Xoşbəxt xəlq eləmiş sizi yaradan, Vaqif dünyada qalacaq yalnız yaradan. Çox gözəl, inanın ki, mən sizin ruhunuzu sevdim ürəkdən. Bu dövlət, bu cəlal, bu şanlı saray, göyləri büsatı o ulduz, o ay. Sizə tapşırılsın bu gündən gərək. Ancaq bir şərtim var, Vaqif. Buyurun görək, Qacar. Gərək fars dilində yazsın sənətkar. Vaqif, Farsın öz qüdrətli şairləri var. Nə çoxdur onlarda böyük sənətkar. Bizim bu dağların oğluyam. Mən də az-az uydururam yeri gələndə. Qacar, yaxşı gəl əl götür bu inadından. Bu qədər naşükür olmasın insan. Vaqif, aldada bilməmiş dünyanın varı, bir məslək eşqi ilə yaşayanları. Mən ellər bağında azad bir quşam. Mənsəbə, şöhrətə satılmamışam. Vəzir, ayağı çarıqlı kiçik bir ölkə, böyük firdevslər yaratdı bəlkə. Vaqif, dayan, bu bağçanın hər bir budağı üstündə 1000 çiçək, 1000 gül bitirmiş. Sizin güldüyünüz çoban torpağı Nizamilər, Füzulilər yetirmiş. Qacar, kinayə ilə Nizamiyə bax, Füzuliyə bax. Vaqif, günəşi örtsə də qara buludlar, yenə günəş adlı bir qüdrəti var. Qacar, görünür günəşə iştahan vardır. Vaqif, günəşdən gizlənə yarasalardır. Şeyx, buna qulaq asmaq çətin peşədir. Vaqif, niyə qulağınız çoxdan şeşədir? Böhtan eşidəndə qızarıb yanar, doğru söz yanında pambıq tıxanar. Vəzir, sizin sözünüzün kəsəri azdır. Vaqif, oxuyan bülbüldür, dinləyən qazdır. Vəzir, məndə olsaydı bundakı hünər. Vaqif, ağılsız köpəklər ulduza hürər. Qacar vəzirə, ver cavabını, nə durmusan? Hə, yenə döyükür sarsaq gözləri. Vaqif, neynəsin, yazğın nə təqsir var? İşıq güzəlində çaşar qarovlar. Şeir, şairə sənətdir tikanlı sözlər. Vaqif, sözdən qızarmaz ki, bozarmış üzlər. Qapçı daxil olur. Qapçı, şahım, bir qoca var, gəlsin içəri. Qacar, de gəlsin. Vidadi daxil olub təzim edir. Vidadi, hakimin hökmü, hünəri onun vicdanı ilə qardaş olmalı. Bizə qalmayacaq dünyanın malı. Şairdir, qəlbi var, şirin sözü var. Böyük bir ölkənin onda gözü var. O ölsə dağlar dağlar da dil deyib ağlar. Əhv edin, yaxşılıq qalır yadigar. Qacar, din düşmənidir, o ölsün gərək. Vidadi, xeyr, o Vaqifdir, eşqə gələrək. Bəzən qamçılayar zamanəsini, Allah da çox sevir şeirin səsini. Qacar, acıqlı, Allah da çox sevir, Allaha yalvar. Onun məndən çox ədaləti var. Əgər bacarırsa, qoy sağ saxlasın. Vidadi, siz hökümdarsınız. Qacar, yaxşı, qoca, mən artıq əl çəkirəm ölüm fikrindən. Ancaq kəsəcəyəm yazan əldir. Bir də həcv deyən o acı dilini. Razısan? Vaqif, razıyam, böyük hökümdar. Mərhəmət sahibi olur ağalar. Eyb etməz, sizə də çatar bir əvəz. Qatır cinsisiniz, doğub törəməz. Qacar, Vaqif, indi get, saray həyatını büsbütün dərk et. Gərək yaşamasın qədir naşünas. Vaqif, sənsə həqiqətin ağzına daş bas. Mən az görməmişəm bu sarayları. Burada göyə çıxan ahu vayları. Görmüşəm şahların vəfasını mən, xanların zülmünü, cəfasını mən. Görmüşəm zamanın min rüzgarını, dusta qanaların göz yaşlarını. Nifrət, qan çanağı tazlara nifrət, var olsun azadlıq, bir də məhəbbət çıxır. Qacar, hiddətlənərək Vaqifin arxasında aparın onu zindana. Göz dağı çəkdirin Azərbaycana. Vidadi, qızılı utsa da qara torpaqlar yenə qiymətli özündə saxlar. Qacar, bəri bax, dayanma burada Zülfiqar. Vaqifi zindana sən özün apar. Bir quş da səkməsin onun yanından. Qapçı ki mənalı. Baş üstə yatmaram gecəni bir an. Əsən küləkdən də gözlərəm onu. Qacar, mənim vicdanım da, qəlbim də qandır. Dünya qan üstündə bir xanımandır. Vəzir, buyruq sizinkidir adil hökümdar. Sizdə fəzilət də, ədalət də var. Qacar, dəlicəsinə, dağılın, boğuldum yenə. Hamı çıxır, Qacar öz-özünə. Nə deyim tale deyənə. Könlümün ayrılmayır xanimanından. Gözlərim doymayır insan qanından. Xəstə kimi özündən şübhələnərək. Bu nədir? Canımda üşütmələr var. Aha, nə dərindir bu uçurumlar. Gözlərim qaralır, aman ölürəm, ha. Bu nədir, yoxsa gülürəm? Günahsız qanlarım mı gözümə durur? Özünün nəbzini tutara. Yox, hələ qəlbim qayda ilə vurur. Xeyr, ölməmişəm, hələlik sağam. İndi mən ölüm və çarpışacağam. Qılıncı çıxarır, qolları boşalır. Qılınca dirsəklənərək taqətsiz bir vəziyyət alır. Əsərin təhlili.
Əsər dram janrında nəzmlə, dramatik növdə yazılıb. Dram janrında nəzmlə, dramatik növdə yazılıb. İlk heca vəzinli dram əsəri hesab olunur. İlk heca vəzinli dram əsəridir. Diqqət! Əsər nəzmlə yazılsa da, remarkalar nəsrlə yazılıb. Səməd Vurğun ilk və ən qüvvətli dram əsəri olan Vaqifi 1937-ci ildə yazmışdı. Molla Pənah Vaqifin həyatı, yaradıcılığı ilə şair hələ kiçik yaşlarından maraqlanmış, əsərlərini sevə-sevə oxumuş, ayrıca şeir də həsr etmişdir. Lakin piyesi yalnız Vaqiflə, onun həyatı ilə bağlamaq doğru olmaz. Tarixi mövzuda yazılan, lakin tarixi hadisələrə müəllifin sərbəst yanaşması ilə seçilən bu dramda bədii həlli verilən problemlər çoxdur. Yalnız Səməd Vurğunun yaradıcılığında deyil, ümumiyyətlə ədəbiyyatımızda kamil sənət nümunəsi sayılan Vaqif piyesini böyük maraqla qarşılanmasının, oxucuların, tamaşaçıların dərin rəğbətini qazanmasının səbəbi çoxdur. Bunlardan biri də əsərdə qüvvətli xarakter və əməlləri ilə yadda qalan obrazların yaradılmasıdır. Onların sırasına Vaqif birinci yerdə dayanır. Oxucu, tamaşaçı bu obrazı hər tərəfli tanımaq imkanı əldə edir. Vaqif İbrahim xan, Vaqif Vidadi, Vaqif Qacar, Vaqif Eldar, Vaqif Xuraman və digər xətlər onun dövlət xadimi, həqiqi dost bu kimi fərqli yönlərdən səciyyələndirməyə imkan verir. İbrahim xan obrazı piyesin ümumi ruhuna, yazıcı məqsədinə uyğun olaraq əks qütbün təmsilçisi kimi işlənmişdir. Xalqa vətənə münasibətdə Vaqiflə onun arasında dərin uçurum var. Onlar bir insan və şəxsiyyət kimi də fərqli qütblərdə dayanırlar. Ağa Məhəmməd Şah Qacar həm istilaçı hökmdar kimi, həm də şəxsi keyfiyyətləri ilə özünə nifrət qazandırır. Kəndləri, şəhərləri xaraba qoymaqda, günahsız insanları qətlə yetirməkdən doymayan bu müstəbid hökmdarın iç yüzü Vaqiflə qarşılaşma səhnəsində bir daha üzə çıxır. Məlum olur ki, o doğma dilinə, mənsub olduğu xalqa da nifrət edir. Qacarı İbrahim xanla birləşdirən ümumi cəhətlər də var. Əsərdə Vidadi yalnız sədaqətli dost kimi təqdim edilməmişdir. O insanın halına yanan, ədalətsizliyə, zülmə nifrət edən, sadə yaşayışa qane olan, təvəzzökar, xeyirxalq el sənətkarıdır. Piyesdə az görünsə də diqqəti dərhal çəkən Eldar sadə zəhmət adamlarını, xalqı təmsil edir. Vaqifin onunla əlaqəsi, dostluq etməsi təsadüfi deyildir. Bu böyük vəzirin xalqla bağlılığı, həqiqi xalq şairi olması deməkdir. Eldar İbrahim xanın simasında ədalətsiz hakim təbəqəyə, Qacarın timsalında işğalçılara qarşı duran vətənpərvər bir qəhrəmandır. Vaqifin xarakterinin, həyata baxışının aydınlaşdırılmasında Xuraman obrazının rolu da az deyildir. Onu həqiqi qiyməti elə Vaqifin özü verir. Dəbdəbə, şöhrət əsri olan bu qadının yanlış addımı atmasının səbəbini dünyagörmüş şair doğru müəyyənləşdirir. Piyesdəki Əlibəy, Gülnar, Eldarın silahdaşları, vəzir, şeyx və başqa nitq davranış əməlləri ilə fərqlənən maraqlı personajlardır. Vaqif piyesinin maraqla oxunmasının uzun illər səhnədə oynanılması bir mühüm səbəbi də onda bədiliyin yüksək səviyyədə olmasıdır. Poeziyasına məxsus bütün gözəlliklər piyesin hər səviyyəsində, hər misrasında özünü göstərir. Şeiriyyətin incəliyini, şirinliyi, rəvanlığı oxucunu, tamaşaçını heyran edir. Əhvalat vasitələr intizar içində böyük zövq duya-duya izləməsinə səbəb olur. Mənzum dramda obrazların nitqinin fərdləşdirilməsini böyük ustalıq tələb edir. Bunu piyesdə ardıcıl müşahidə etmək olur. Maraqlıdır ki, şair bu cəhətdə hətta episodik obrazların nitqindən də xüsusi diqqət yetirir. Orijinal məcazlar, aforizm şəklində bu gündə dillərdə əzbər olan misralar piyesin bədii məziyyətini artıran vasitələrdəndir. Monoloqlar yığcamlığı, dialoqlar canlı, məntiqli olması ilə əsərdə bədiliyin güzəlməsinə əhəmiyyətli təsir etmişdir. Vaqif İbrahim xan, Vaqif Qacar, Vaqif vəzir arasındakı dialoqlar kəskinliyi ilə diqqəti xüsusi cəlb edir. Bu dialoqlar adi dəyişmə deyil, fərqli baxış, dünya görüş, əməl və qəlb sahiblərinin çarpışmasıdır. Mükəmməl kompozisiya, sujet əlvanlığı, dramın bədiliyini şərtləndirən ən mühüm vasitələr kimi dəyərləndirilməlidir. Hadisələrin məntiqi ardıcılığı, bir-biri ilə əlaqəsi, çevik şəkildə əvəzlənməsi şairin dram sənətin sirlərini dərindən yiyələndiyini təsdiq edir. Sərt Sovet ideologiyasının dar çərçivəyə saldığı ədəbiyyatın yarandığı dövrdə 1930-cu illərin sonlarında Vaqifin meydana gəlməsi əslində mühüm ədəbi hadisə idi.
Əsərdə vətənpərvərliyin qızğın təbliği, qəhrəmanlıqlarla dolu tarixi keçmişin xatırladılması, xalqın qüdrətinə inam, dövlətin idarə edilməsində yol verilən xətaların acınacaqlı nəticələri və sair kimi məsələlərin təsviri həmin illərdə oxşar mövzularda yazılan əsərləri məzmununda kəskin şəkildə fərqlənirdi. Oxucu və tamaşaçılarda tarixi keçmişlə bağlı yaddaşın dirçədilməsində, milli qürur hissinin baş qaldırılmasına və güzəlməsində piyesi misilsiz xidməti danılmazdır. Əsərin ideya zəngiliyi barədə danışanlar haqlıdırlar. Bunun bir səbəbi də piyesdə qaldırılan bədii həlli verilən problemlərin çox olmasıdır. Əsərlə bağlı ümumi qeydlər. Əsər dramatik növdə dram janrında heca vəznində nəzmlə yazılıb. Xarici işğalçılara qarşı başlıca əsas qüvvə elə xalqın özüdür. Müəllif tarixdən alınmış mövzulara sərbəst yanaşmışdır. Piyesi yalnız Vaqif onun həyatı ilə bağlamaq doğru deyil. Mövzu baxımından girişdir. Əsərdə müəllifin Vaqif, Eldar kimi obrazlara rəğbəti daha çox bilinir. Vaqif əsərində saray əyanlarının ailə üzvləri arasındakı etibarsızlıq, vəzirlərin bəzən xalqa sadiq biri olması, əsərdə vətənpərvərlik hissi aşılanır, işğalçılıq isə tənqid edilir. Əsərdə Vaqifin dilindən nifrət, qan çalağı, taclara nifrət ifadəsi işlədilməklə Vaqifin ədalətsiz saray və saray mənsublarına fikri ifadə edilir. Əsərin müsbət qəhrəmanı Vaqif obrazıdır. Daim xalqın yanında, xalqı düşünən bir obrazdır. Gəlinin toy ərəfəsində üzündən duvağı götürməsini, ayın qabağının açıq olmasının lazımlığını deyir. Eldara şiddətlə danışdığı üçün dil verən, göz ilə dünyada alovlar görən Kəndistan yerinin olduğunu söyləyir. Vidadi ilə söhbətində insanı daş zindanları uçuracağını deyir. İbrahim xanə onların küsüb getdiyini, İbrahim xanın onlardan küsüb getdiyini Xuraman ona deyəndə İbrahim xanın özünün qanacağından olduğunu deyir. Vəzirlikdən qovulacağını Xuraman deyəndə Vaqifin buna görə narahat olmaması onun vəzifəpərəst olmadığını göstərir. Həmçinin İbrahim xanın toydan küsüb getməsi Vaqifi narahat etmir. Saraya düşməyinə peşmanlığını ifadə edən Vaqif yanıldığını bildirir. Qacarla görüşündə danışılan Qacar onun ruhunu ürəkdən sevdiyini söyləyir. Vaqif insanı soyuq məzara zinət olması fikrini şaha deyir. Dövləti sarayı ona tapşırmağın vacibliyini vurğulayır. Ancaq bunu da bir şərtlə edəcəyini bildirir. Şərti isə Vaqifin fars dilində yazmağı olur. Vaqif bunu qəbul etmir. Öz yurdunun qüdrətli səhvkarlarının həmçinin farslarında qüdrətli səhvkarları olduğunu qeyd edir. Farsların da qüdrətli səhvkarları olduğunu qeyd edir. Qacarın kinayəli sözlərinə günəşi örtsə də qara buludlar yenə günəş adlı bir qüdrəti var deməklə cavab verir. Günəşdən gizlənənlərin isə yalnız yarasalar olduğunu deyir. Özünü bülbülə, dinləyəni isə qaza bənzədən şair bu sözləri Qacarın vəzirinə söyləyir. Vaqif Qacara da bir gün əvəz çatacağını bildirir. Onun qatır cinsindən olduğunu, nəslinin davam etməyəcəyini bildirir. Əsərdə Vidadi obrazı Vaqifin dostu olaraq yaradılmışdır. Vidadi sadə yaşayışa qane, zülmə qarşı nifrətini ifadə edən, ədalətsizliklə barışmayan, sədaqətli dost obrazı kimi canlandırılmışdır. Əsər onun evindən namaz qılıb dua etməsinin təsviri ilə başlayır. Cavad xanın elçiləri ona Gəncə sarayına dəvət etmək üçün gəlir, amma Vidadi qəbul etmir. Sonra Vaqif gəlir. Gəlişin məqsədi onun və yoldaşı Tükəzbanı öz oğlu Əli bəyin toyuna dəvət etməkdir. Əli bəyin toyundakı hadisələrdən sonra Vidadi Vaqifdən onun evinə yola salmağını xahiş edir. Oradadır dünyanın zövqü, ləzzəti deməklə öz kəndinə bağlılığını ifadə edir. Həmçinin Vaqifə də deyir ki, sən də öz boynundan bu minnəti at, kəndimizə dön. Vaqif qayıtmaq istəmədiyini dedikdə bunun səbəbi meydandan qaçmaq kimi dəyərləndirməsidir. Vidadi də onu tək qoyub getməyəcəyini ifadə edir. Vaqif Qacar tərəfindən tutulduqda Qacarın yanına gəlir, Vaqifi azad etməsini xahiş edir. Hakimin hökmü hünəri onun vicdanı ilə qardaş olmalı. Şairdir, qəlbi var, şirin sözü var. Bu böyük bir ölkənin onda gözü var. Qızılı uçsa da qara torpaqlar yenə qiymətini özündə saxlar kimi ifadələr Vidadinin dilində verilən məqamlardır. Bu dağlar qoyunda aslan yatmışdır. Burada Koroğlular at oynatmışdır. Bu fikir Vidadinin dilinə söylənilmir. Bunu Qacarın hüzuruna gələn qoca söyləyir. İbrahim xanla Vaqifin arasında ilk
fikir ayrılığı Əli bəyin toyunda olur. İbrahim xan obrazı Vaqifin əksinə xalqı, milləti düşünməyən bir obrazdır. İbrahim xan Vaqifə nə qədər mən sağam, keyf edəcəksən deyir və şikayət etməməsini, durub ellər deməkdə əl çəkməyini söyləyir. Eldarın toya gəlir, Vaqifə salam verməsi İbrahim xan onun şahın qüvvətinin dadmadığı üçün onları saymadığı fikrini söyləyir. Vaqif isə hər ikisinin onun evində qonaq olduğunu, qonağa hörmətin gərəkliyini söyləyir. İbrahim xan aşağı təbəqənin gəlməsindən narazılıq edir. Çoluq çoban məclisi olmadığını söyləyir. Hər yoldan ötəni başa çıxarmamağı gərəkliyini ifadə edir. Eldar buyruq sizinkidir, möhtərəm ağa, masayı kasıb çəvir. Bunca qudurtmazdır sizi. Simuzər sözlərinin qarşılığında İbrahim xan Eldarın tutulmasını əmr edir. Vaqifə aşağı təbəqəyə belə danışığa səbəbiyyət verənin onun olduğunu bildirir. İbrahim xan toydan qəzəblə ayrılır. Şeyx obrazı əsərin ikiyüzlü, vətənə, xalqa sadiq olmayan obrazıdır. Əli bəyin toyunda Eldarı İbrahim xan kəndə qarşı sanılardan kimi tanıdır. Şeyx İbrahim xandan göstəriş aldıqdan sonra qarı ilə birgə Xuramanı yoldan çıxarır, Vaqifdən boşanıb İbrahim xanla evlənməyə sövq edir. Qacarın Qarabağı işğal etdiyini bildikdən sonra onu qarşılamağa çıxır. Ey şahım, ey fəxri vətən deyə Qacara müraciət edir. Onun yolunu gözlədiklərini, nəsillərin ona duaçı olduğunu, yurdunun qapısını ona açıq olduğunu və yurdu onun əllərinə tapşırdıqlarını ifadə edərək satqınlığını sübut edir. Qacar İbrahim xanı soruşduqda onun gecə ilə Dağıstana qaçdığını söyləyir. Şeyx Qacarın huzurunda yaltaqlığına davam edərək ey böyük hökmdar, ey ulu Qacar, sizdəki qüvvətə baş əyir dağlar. Biz də sayənizdə ömür sürürük. Bu fani aləmdə ağ gün görürük. Sizə kömək olsun böyük yaradan bu müqəddəs kitab, müqəddəs Quran fikirlərini söyləyir. Vaqifin tərki olduğunu, Vaqifin qanunlarda həqiqət görmədiyini, vicdanında onun qorxusu olmadığını, Vaqifin yaşadıqca tərki olduğunu Qacara danışır. Həmçinin tikanlı sözlərin şairə sənət olduğunu ifadə edir. Vaqifi şəriət qanunlarına qarşı çıxan şəxs kimi təqdim edir. Hətta onun öldürülməsini də təklif edir. Əsərdəki Qacar obrazı işğalçı qismində təqdim edilir. Qacarın vəziri daim onu yaltaqlanan, ona fəzilət və ədalət varmış kimi danışan obrazdır. Onda ədalət və fəzilət olduğunu danışan obrazdır. Qacar Vaqifi özlərinə böyük təhlükə kimi görür. Qacar Vaqifi özlərinə böyük təhlükə kimi görür. Vaqiflə Qacarın dialoqunda Qacar Vaqifə cavab verməsini söylədikdə cavab verə bilmir. Qacarın dialoquna Qacar Vaqifə cavab verməsini söylədikdə cavab verə bilmir. Ayağı çarıqlı kiçik bir ölkə böyük bir dostlar yaratdı. Bəlkə sözləri Qacara deyil, vəzirinə məxsusdur. Vidadin xahişi ilə Vaqifi öldürmək fikrindən əl çəkdiyini, ancaq Vaqifin əlini və dilini kəsəcəyini söyləyir. Vaqifi zindana aparmağı Zülfüqara, Qacarın əleyhdarı olur. Amma Qacarın bundan xəbəri olmur, tapşırır. Qacar mənsub olduğu xalqa öz doğma dilinə də nifrət edir. Əsərlə bağlı diqqət edilməsi məqamlar. İbrahim xan qonşu dövlətlərin təzyiqlərinə narahatdır. Vaqifdən məsləhət almaq istəyən xan ondan məzəmmət eşidir. Vəzir xanı zalımlıqda, xalqla ədalətsiz rəftar etməkdə günahlandırır. Vaqifin Qacara yazdığı sərt cavab məktubu göndərilir. Qızına baş çəkməyə gələn Əmnəni Vaqifin evindəki mehribançılıq sevindirir. Xuraman isə başqa cür fikirləşir. Vaqifin fikirli, düşüncəli davranışı, var dövlətə biganə olması onu açmır. İbrahim xandan göstəriş alan qarı Şeyx Xuramanı və Vaqifdən boşanaraq İbrahim xana ərə getməyə razı salırlar. Əhvalatdan xəbərdar olan Gülnar Xuramanın qərarını Vaqifə bildirir. Vaqif sarsılır, lakin Əli bəyin Xuramanı cəzalandırmasına icazə vermir. Ordugahında Qarabağ xanından cavab gözləyən Ağa Məhəmməd Şah Qacarı Vaqifin yazdığı məktubun məzmunu hiddətləndirir. Şuşanın təslim edilməyəcəyini bilən Qacar qəzəbini soyutmaq üçün əsir Gürcü qardaşlarını bir-biri ilə vuruşmağa məcbur edir. Qarşılıqdan istifadə edən qapçı Gürcü əsirlərinin Tamaranın və qardaşların qaçmasına imkan yaradır. Onlar dağlarda məskən salan qaçaq Eldarın dəstəsinə rast gəlirlər. Eldar Gürcüləri hörmətlə qarşılayıb qonaq edir, sonra vətənlərinə yola salır. Əli bəy vasitəsilə Vaqifdən sifariş alan Eldar Qacarın qoşununa hücuma keçir. Qacarın dəstələri ilə vuruş zamanı onun dəstəsinin Teymur və bir neçə əsgər Eldar tərəfə keçir. Teymur insanların qan içində olmasına acıyır, yersiz vuruşmalarda bezdiyini dilə gətirir. Xuraman şöhrətə, var dövlətə düşkün bir obrazdır.
Bir el ağası idi əvvəl Kərim, öz qapım, öz evim, öz nökərlərim. Rəhmətli gündə bir məclis qurardı. Buna da böyük vəzir dedilər. İnandım, dedim ki, nə xəyalı var. Yəqin ki, bunun da öz cəlalı var. Bu ki, qoltuqlarda gəzib dolanır. Çox vaxtda su kimi rəngi bulanır, elə dərd tökülür qaş qabağından, amma çox razıyam qanacağından. Şair də görünür, düz ilqarı var, nə gözəl şirin kəlamları var. Bir də bunlardan mənə kar aşmaz ifadələri Xuramanın xarakterini tam şəkildə ortaya qoyur. Xuraman xəyanətə sürükləyən Vaqifdən qayğı görməməsi deyil, şöhrətpərəstliyi və məhdud dünya görüşüdür. Əsərdə Eldar Əlibəy, Kürd Musa kimi müsbət obrazlar da var. İlyas Eldarı vurmaq istəyəndə Kürd Musa onu öldürür. Əlibəy İbrahim xanın qaçma xəbərini Eldar gilə verir. Bundan sonra isə dəstələr meşələrə çəkilir. Eldar İbrahim xanın simasına ədalətsiz hakim təbəyə qarşı duran, Qacarın simasına isə işğalçılara qarşı duran vətənpərvər bir obrazdır. Sağ olun, növbəti dərslərdə görüşərik.